Ermənistanın baş naziri Nikol Paşinyan son vaxtlar şəxsi həyatı ilə bağlı yayılan şayələrə son qoyaraq həyat yoldaşı Anna Akopyanla münasibətləri barədə gözlənilməz açıqlamalar verib. Baş nazir ictimaiyyət qarşısına yenidən Anna Akopyanla birlikdə çıxmasını şərh edərək ailəsinin yenidən birləşmə ehtimalını danışıb. Paşinyan bildirib ki, daha əvvəl Akopyanın verdiyi qərarlar barədə sadəcə fikirlərini bölüşüb, lakin bu həmin qərarlarla tam razılaşdığı mənasına gəlmirdi. Münasibətlərini bərpa etmək üçün ciddi səylər göstərdiyini etiraf edən Ermənistan rəhbəri ailəsini qoruyub saxlamaq üçün real şansının yaranmasından məmnunluğunu ifadə edib. Uzun müddətdir ki, mətbuatda cütlüyün ayrıldığı və ciddi ailəvi problemlər yaşadığı barədə xəbərlər dolaşsa da Paşinyanın bu son bəyanatı Ermənistanın birinci ailəsinin barışıq ərəfəsində olduğunu göstərir. Hazırda cütlüyün birlikdə fotoları Ermənistanda ən çox müzakirə edilən mövzular arasındadır.